Bakı Tenis Akademiyasında keçirilən həlledici qarşılaşmada Zirə və Birbaşa Bakı komandaları münasibətlərinə aydınlıq gətiriblər. Gərgin keçən maçın ilk hissəsində qapılar toxunulmaz qalıb. İkinci yarıda Eşqin Tağıyev və Təmkin Xəlilzadənin dəqiq zərbələri ilə rəqib qapısına 2 dəfə yol tapan Birbaşa Bakı qarşılaşmanı 2-0 qalib başa vuraraq ötən mövsüm olduğu kimi yenə də Azərbaycan çempionu olub. Üçüncü yer uğrunda görüşdə isə Aznur Galaksini penaltilər seriyasında məğlub edib. Daha sonra mükafatlandırma mərasimi keçirilib. Medalları Gənclər və İdman naziri Fərid Qayıbov, Afvan icraçı vitse-prezidenti Sərxan Hacıyev, qurumun baş katibi Cahangir Fəracullayev, Dünya Mini Futbol Federasiyasının prezidenti Filip Çuda və Avropa Mini Futbol Federasiyasının prezidenti Peter Klarik, Zirə futbol komandasının baş məşqçisi Rəşad Sadıqov və digər rəsmi şəxslər təqdim ediblər. Çempion komandaya kubok isə Azərbaycan Mini Futbol Federasiyasının prezidenti Orxan Məmmədov təqdim edib. Final maçında fərqlənərək komandasının qələbəsində əsas pay sahibi olan Təmkin Xəlilzadə mövsümü belə dəyərləndirib. Sezonu məğlubiyyətsiz başa vurduq. Keçən sezon ərzində məğlubiyyətimiz var idi, amma yetərində çempion olmuşuq. Bu il Allah'a çox şükür ki, məğlubiyyətsiz bir sezon keçdik. Finaldakı rəqibimiz həqiqətən çox ciddi rəqib idi. İllərdir çempionluğu oynayan bir komandaydı. Belə deyək, çempion olmaq çətindir, amma kuboku, titulu qoruyub saxlamaq onlarla çətindir. Qeyd edək ki, çempionatda ilk 3 pilləni tutmuş komandalar ölkəmizi Avrokuboklarda təmsil edəcək.